Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Sizə mayın 7-sinə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin 6-sından 7-sinə keçən gecə bəzi yerlərdə az çiskinli olacaq, gündüz isə qısa müddətli yağış yağacaq, şimşək çaxacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Temperatur gecə 14-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti müşahidə ediləcək. Rayonlarda bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensivləşəcək, dolu düşəcək, yüksək dağlıq ərazilərdə solu qara keçəcək. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 15-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti müşahidə ediləcək. Belə dəyərli izləyicilər, bizdən bugünlük bu qədər. Hələlik.